Salam. Bugünkü dərsimiz eyni köklü sözlərdir. Eyni köklü sözləri tapa bilmək üçün bizim bir neçə əsas şərtimiz var. Həmin şərtləri biz bilməliyik, daha sonra eyni köklü sözləri ayırd etməliyik. Görək həmin şərtlər hansılardır? Birinci şərtimiz odur ki, sözlər düzəltmə olmalıdır. Yəni, sadə və mürəkkəb sözlər eyni köklü sözlər sırasına aid edilmir. Yəni, düzəltmə söz olmalıdır. 2. Sözlərin kökü eyni mənanı verməlidir. Kök eyni məna verməlidir. Və üçüncü əsas şərt, kök eyni nitq hissəsi olmalıdır. Eyni nitq hissəsi olmalıdır. Və dördüncü şərt, köklər bir-birinə nisbətdə amonim olmamalıdır. Köklər bir-birinə nisbətdə amonim olmamalıdır. Gəlin bu şərtlər daxilində, yəni bu şərtləri ödəyən sözlərə fikir verək. Bu sözləri qeyd etmişəm. Gəlin bu sözləri təhlil edək. Ov sözün kökü ov, ovçu. Bu hansı ovdur? Ovmaq yoxsa meşədə edilən ov, quş ovu, heyvan ovu. Təbii ki, ovçu nə edir? Ov edir. Yəni burada həmin o quş, heyvan ovu nəzərdə tutulur. Yəni buradakı isimdir. Ov ismidir. Daha sonra ov, ovla. Ovlayarkən yenə də ov. Yəni buradakı ov da isimdir. Yuxarıdakı qeyd etdiyim kimi ovdaçı. Burada da eyni mənadır. Yəni ovdakı sözün kökündə də ov ismi dayanır və gördüyünüz kimi bu üç sözün üçündə leksik şəkilçi var. Deməli bunlar düzəltmə sözdür. Ov, untu. Ovuntu bəs nədən yaranır? Burada ov nədir? Hansı nitq hissəsidir? Feil yoxsa isim? Ovuntu nədən yaranır? Yəni ovarsan ovuntu yaranar. Bu isə feildir. Ovmaq feilidir. Yəni bayaq qeyd etdiyimiz ov ismi ola bilməz. Çünki həmin ov ismindən ovuntu yarana bilməz. Ovuntu sözü yarana bilməz. Ov, ovda. Yəni edilən ov nəzərdə tutulur burada. Da burada yerli hal şəkilçisidir və qrammatikdir. Ovmaq sözünə baxırıq. Ovmaq. Ovmaq. Nə etmək? Yəni ovmaq. Bildiyimiz ov feilidir bu. Maq burada məsdər qrammatik şəkilçi olur. Ov, ovxala. Bu da qeyri-məhsuldar şəkilçilərdən biridir. Yəni ov feilindən ovxala feili yaranır. Deməli, bu söz sadə oldu. Biz təbii ki, sadə sözləri eyni köklər sırasına aid etmirik. Deməli, burada olmaq, bu sadə söz olduğuna görə biz bunu çıxdıq. Daha sonra ovda, bu da sadə oldu. Biz bayaq qeyd etdik ki, eyni köklü sözlərin birinci şərti sözlərin düzəltmə olmasıdır. Lakin bu iki söz sadədir və bunları çıxırıq. Ovçu, bunun kökü isimdir. Baxın, ovla, bunun da kökü isimdir. Ovdakı sözün də kökü isimdir. Başqa kökü ov ismi olan söz yoxdur. Deməli, bu üç söz bir-biri ilə nisbətdə eyni köklü sözlərdir. Gəlin ov feilinə fikir verək. Bunun isə kökü feildir və düzəltmə sözdür. Ovxala sözünün də kökü ov feilidir və bu da düzəltmə sözdür. Deməli, ovuntu ilə ovxala sözləri də bir-biri ilə eyni köklü hesab edilir. Dilimizdə bəzi sözlər var ki, onların kökü bir neçə nitq hissəsi, yəni həmin sözlər bir neçə nitq hissəsi rolunda çıxış edə bilir. Məsələn, sıx sözü. Sıx sözü deməli həm sifət ola bilər, məsələn, sıx meşə və bir də feil ola bilər. Məsələn, nə isə sıxmaq mənasında feil ola bilər. Və bu sözə leksik şəkilçi qoşulanda sözün kökünün sifət yoxsa feil olduğu bir qədər çətinlik yaradır, düşündürür. Lakin bunu tapmağın əlbəttə asan bir qaydası var. Gəlin baxaq, məsələn, sıxlıq sözü. Bilmək lazımdır ki, lıq şəkilçisi feillərə qoşulmur. Deməli, feillərə qoşulmursa, bu nəyə qoşulub? Buradakı sıx feil deyilsə, nədir? Sifətdir. Deməli, bu söz sifətdir. Daha sonra, daha doğrusu kökü sifətdir. Kökü. Kökünə işarə qoyaq, kökü sifətdir. Sıxıntı sözü. Sıx, ıntı. Intı da burada ın ayrı götürülmür. Çünki ıntı şəkilçisini iki yerə bölsək, sıxın sözündən də sıxıntı sözü yarana bilməz. Deməli, sıxıntı deməli bir yerdə götürülür. Və ıntı şəkilçisi bilmək lazımdır ki, feillərə qoşulur. Deməli, bunun da kökü nədir? Kökü feildir. Elə üzərində qeyd edim. Yəni, söz özü isimdir, sıxıntı nə? Amma kökü feildir. Daha sonra sıxlaş. Bu sözdə düzəltmə sözü gördüyünüz kimi və laş yenə də adlara qoşulan şəkilçidir. Deməli, bunun da kökü sifətdir. Sıxdır. Biz bəzən dır şəkilçisi qrammatik şəkilçi rolunda da çıxış edir. Lakin biz ona maq demək, məsdər şəkilçisini artıra biliriksə, deməli leksikdir. Baxın, sıxdırmaq. Maq artıra bildik, deməli bu leksikdir. Kökünə baxırıq və burada yenə də şəkilçiyə fikir verir. Dır şəkilçisi feillərə qoşulandı. Ona görə bunun da kökündə sıx feili dayanır. Yenə sıx, sıxıcı
Və bu şəkilçi də feillərə qoşulan şəkilçidir. Sıxıl. Bu da feillərə qoşulan şəkilçidir. Bunda kök feildir. Sıxmaq. Maq məsdərdir bilirsiniz və bu da təbii ki qrammatik şəkilçidir. Demək bu söz sadədir. Biz tapacağıq burada hansılar bir-biri ilə nisbətdə eyni köklüdür. Bu sadə olduğundan bunu çıxırıq. Digər sözlərə isə baxırıq. Deməli, sıxlıq sözün kökü sifət oldu. Sonra hansıların kökü sifət oldu baxırıq. Sıxlaş sözünün. Deməli, burada deməli, sıxlıqla sıxlaşın kökü sifətdir. Bir də başqa yoxdur. Deməli, bu iki söz bir-biri ilə nisbətdə, bir-birinə, yəni eyni köklüdür. Kökü feil olanlar isə sıxıntıdır, sıxdır sözüdür, sıxıcı, bir də sıxıl. Bu 4 dənə isə bir-biri ilə nisbətdə, yəni bir-birinə münasibətdə eyni köklü hesab edilir. Belə bir sual verə bilərsiniz ki, biz hardan bilək ki, bu şəkilçi və yaxud da digərləri feillərə qoşulandı, yoxsa adlara qoşulandı, yəni ismə, sifətə, sayə və s. Bunu bilməkdən ötürü biz həmin şəkilçini, gəlin bir də bu ikisini saxlayaq, sıxıntı və sıxlaş. Deməli, bu sözlərdə olan şəkilçiləri biz başqa bir sözə artıraq. Məsələn, sıxıntıda ıntı sözünü artıraq, gör sözünü artıraq, görüntü. Üntü nəyə artırıldı? Gör feilinə. Deməli, bu feillərə artırılındı. Başqa bir sözə də əlavə edə bilərik. Məsələn, qırıntı sözünə. Intı, yenə də baxırıq ki, qır feilinə artırıldı. Deməli, feillərə artırılan bir şəkilçidir bu. Deməli, bu sözün kökü də feildir. Çünki buna artırılan şəkilçi feillərə artırılır və bunun kökündə sifət yox, feil olmalıdır. Sıxlaş sözündəki şəkilçi isə yenə baxaq, başqa bir sözə artıraq. Məsələn, birləş. Yəni, laşdır burada. Biz bunun digər variantını sözə artırdıq. Ləş formasında. Birləş. Bir sözü nədir? Saydır. Baxın, deməli, bu şəkilçi feillərə yox, adlara artırılan şəkilçidir. Biz adətən şəkilçiləri iki cür ayırırıq. Bir, feillərə artırılan, feillərə, 2 adlara qoşulan şəkilçilər. Deməli, bu şəkilçi feilə qoşulmayıb, deməli, adlara qoşulan şəkilçi hesab edilir. Yəni, deməli, burada sıxlaş sözün kökündə feil yox, nə dayanır? Sifətdir. Yəni, isim, sifət, say, əvəzlik, bax, bunlar adlar hesab edilir. Yəni, şəkilçi artırılarkən biz deyirik ya adlara qoşulan, ya da feillərə qoşulan şəkilçi. Yəni, feilə qoşulmursa, digər nitq hissələrinə qoşulursa, həmin şəkilçi adlara qoşulan şəkilçi hesab edilir. Daha çox problem yaradan sözlərdən biri də və testlərdə, sınaqlarda qarşımıza çıxan sözlərdən biri də düz sözüdür. Bu sözdə deməli sıx sözü kimi bilinmir. Yəni bu sözün kökündə feil dayanır, yoxsa düz sifəti dayanır. Əslində bilinir və bunu tapmağın yolu yenə də sıx sözünü tapdığımız kimidir. Gəlin baxaq. Düzlük. Lüqlik feillərə yox, adlara qoşulandır. Deməli burada düz feil yox, düz sifəti dayanır. Yəni bu sözün kökü sifətdir. Yəni biz baxacağıq burada hansılar bir-birilə eyni köklüdür. Yenə düz, gün. Gün isə feillərə qoşulandı. Düzləş sözünə baxırıq. Düzləş. Ləş də, laş, ləş də adlara qoşulur. Düz, əl. Baxın, bu da al, əl də adlara qoşulur. Deməli, bunda kökündə feil yox, sifətdir. Düzdür. Dür şəkilçisi isə feillərə qoşulur. Bayaqda sıx sözündə, sıxdır sözündə qeyd etmişdim. Düz, ül. Ül də, ıl, il, ul, ül. 4 variantlı şəkilçi də feillərə qoşulur. Düzmək. Bu isə məsdərdir və bu söz sadə sözdür. Gördüyünüz kimi tərkibində eksik şəkilçi yoxdur. İndi isə baxırıq görək hansıların kökü sifətdir. Düzlük, düzləş, düzəl. Yəni bu 3 dənə bir-birinə nisbətdə, yəni kökləri sifətdir, özləri də düzəltmə sözdür. Kökləri eyni məna verir, deməli bir-biri ilə eyni köklüdür. Digərlərinə baxırıq. Düzəltmə və kökü düz feili olanlar isə düzgün, düzdür, bir də düzül sözlərdir. Bunlar da bir-biri ilə eyni köklüdür. Düzmək isə sadə olduğuna görə biz bunu ümumiyyətlə digərləri ilə müqayisə etmirik. İndi isə başqa bir sözə baxırıq. Kökü qır sözü olan düzəltmə sözlərə baxırıq. Gəlin əvvəlcə ayıraq. Qır, qırıl, qır, qırıntı, qır, qırğın, qırdan, qırıcı, qırdan, qırdırmaq, qır, qırlı, qırmaq. Bu söz sadə oldu. Biz o dəqiqə sadə söz görən kimi eyni köklər sırasından silirik. Qırçı nə deməkdir? Yollara tökülən qır ki var, isimdir o. Yəni o işlə məşğul olan qırçıdır. Və bu sözün kökü isimdir, qır ismidir. Qır, qırıl. Qırılmaq, yəni qırmaq feilindən yaranır. Çünki bu şəkilçi də feillərə qoşulur. Yəni bunun kökündə. Deməli biz burada öyrəndik ki, qır həm də anonim sözdür, isimdir, eyni zamanda feildir.
Qırdan qırıntı ıntı feillərə qoşulur. Burada qır feilidir. Qırğın yenə bu şəkilçi də feillərə qoşulur. Burada da feildir. Ümumiyyətlə qırğın sözü, qırğında, yəni qırmaq kökündə qırmaq feili dayanır. Qırıcı burada da qırmaq sözündən, qırmaq feilindən yaranıb. Dır yenə də feillərə qoşulur. Qırdır da qır feilindən. Qırlı isə yenə də yollara tökülən qır nəzərdə tutulur. Qır, qırlı. Məsələn, qırlı yol. Bu isə kökü, yəni bunun kökü isimdir. Kökü isim olanlar, bax, cəmi 2 dənə oldu. Birinci və qırılı sözü, qırçı və qırılı sözü. Kökü feil olan düzəltmələr isə, kökü eyni qırmaq mənasını verənlər isə, baxın bu sözlərdir. Yəni, kökü isim olanlar öz arasında eyni köklüdür, kökü feil olanlar isə öz arasında eyni köklüdür.